Hamınıza salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə Bomj həyatı idi nəydi Opşimonun 3-cü bölümünü çəkirəm. Sözün açığı çoxdan da video atmırdım. Çünki işləyirdim, başım qarışıq idi. Həm də ki, axotum yox idi. Opşim, bugün qərar verdim ki, axır ki, yəni 3-cü bölümü sizlərə çəkim paylaşım. Növbəti, yəni bundan əvvəlki bölümümüzdə demişdim ki, onsuz, yəni 3-cü bölümdə bir gün ərzində necə 2 milyon pul qazanmaq olar, həmçindəki maşına pedagog vermək, nə bilim, nömrə zad almaq eləmək, Opşimdə Azilovi də gətirmək üçün nə etmək olar, hara gedirik, nə varıq, onu öyrədəcəkdim, belə. Bundan əvvəlki videomuzda 105 min rubla bir dənə belə maşın almışdıq, incəliyib eləmişdik, Opşim belə bir şey idi. Belə, yəni sözün açığı danışılası çox şey yoxdur. Onu da deyim ki, bu videonun altına yorum yazanlardan bir nəfər seçəcəm və növbəti videoda ona Opşim 300 Black Coin hədiyyə edəcəm oyun hesabına. İstənilən serverə fərq eləmir. Yəni belə. Bacardığınız qədər şərh yazın, nə bilim, like atın, kanala abunə olun, eləyin. İnşallah 4-cü bölümü tez bir zamanda paylaşacağım. Çox güman ki, elə 2 günə ya da sabah azada çəkib paylaşaram. Belə. İndi isə gedək videomuza. 90-60-90 Deməli, əvvəlcə giririk, GPS yazırıq. Sonra buradan nə seçirik? Gəlirik aşağı GPS yazandan sonra neydi o? 4-cünü seçirik. Qasıdarstvenная organizasiya. Dövlət işləri. Burada məncə baxır hansı yer sizə yaxındır. Mən arzaması xəritəsində olduğum üçün mənə yaxındır. GİBDD Yujnay. GİBDD Yujnayı seçirik. Gedirik ora. Getdik. Orada tapmışam 10 manat, senle bulvara getmişəm. Bir mürəbbəni saydı, bir istonzan etmişəm. Durdum ayağa ki şot verim, şot 15 manattı balam. Ya telefonumuza lok koyam, ya 5 manat senden alam. Gələ bu beşliyi ver şotu, olan pul üstümdə budur. Canın çıxsın iştəginəm, gücün çatan yerdə otur. Sənin yer və mən utanıb, yaman xəzalət çəkir. Deməli, gəldik çatdıq bura. Burada haradır, GİBDD-də onu nömrə almaq üçün. Burada bir dənə Zloy Priora var. Yiyəsi kimdirsə, yox, Zloy nədir, göt günürlər, ona qoyurlar. Opşim, gedirik bura, gəldik, çatdıq da GİBDD o polis yerdə, Opşim. Burada bir dənə belə pencərli qaqaş var, administrator. Burada da dejonitası yazılan yerdə qırmızı bir şey var. Gəldik ora. Burada belə böyrümüzdə bir dənə düymə çıxır. Basdıq o düymə. Buradan deməli nömrə almaq üçün birincini seçirik. Palçeni, nəsə o. Burada var, burada seçilikdə strano, yəni ölkənizi seçin. Hansı nömrəni istəyirsiniz? Kayfınıza görə də. Yəni var, burada Rus var, Ukrayna var, Belarus var, Qazaxıstan var. Mən Rus istəyirəm, çünki belə zordur. Burada deməli bu aplatit narıncı yazı nömrəni almaqdır. Bu paftarit yazısı bu yaşıl olan. Xoşuma gəlmədisə nömrə dəyişsən də. Elə bu ki, deyirsən ki, yəni xoşum gəlmir. Çıx siktir çölə. Dəyiş. Dəyişir, indi bir dənə qəşəng nömrə düşənə kimi. Hər nömrə dəyişməkdə 2000-dir. Nömrənin də qiyməti 5000-dir, Liboy nömrə buradakı. Belə baxırıq, ürəyimizə görə bir dənə nömrə. Görək nə tapırıq. Elnur, buradan sənə deyirəm, Seymurun qardaşı, mənim ördəyimi gətirir, namussuz. Mi, deyə bu şeirdir, sənin başına. Əmirin təkəri, gülü başıma. Başıma dəysin ömrün təkəri. Opşim, bunu tapırıq. Sikir 35 legionla. Nə qədər pul xərclədik? Aldıq bunu. Demək 100 min pul xərclədik. Çıxırıq buradan. İnanılmaz pul xərclədik. Gəldik maşınımızın düz arxasında dayanır. Maşının düz arxasında dayanır. Burada sumka işarəsi var. Baxdıq ona.
Deməli, buradan nömrəmizi seçirik. Sonra basırıq bu используй vasiyasına. Все, nömrəni qoşduq üstünə. Все, açırıq maşınımızı, mindik. İndi gedirik hara maşını rəhliyirik. Qurup plonkazlar. Ona görə də yazırıq tənkəsiz. Buradan gəlirik aşağı. 13-cünü seçirik. Burada deyəsən ikincidir. Styling Center. Qoy baxın. Budur. İkincidir. Styling Center. Все, seçdik. Getdik yola. Ay kaşımın gözümün karası, dertlerimin sarısı. Ay kaşımın gözümün karası, dertlerimin. Burada siqnal şəhəsinə basırıq. Girdik bura. Deməli, birinci keçirik plonkaya. Tonirovkaya basırıq, yəni ikinciyə. Burada qabaq plonka birinci. Bu xətti birinə qabaq eləyirik, sonra arxa eləyirik ki, qara olsun. Zır qara. Burada özünüz bu faizi seçə bilərsiniz. Neçə faiz olsun? Mən sıfırda. Polunu qırıb qara eləyəm. Sonra keçsəm arxanı da elə həminki qaydada. Qara eləyəm. Belə. Bu oldu belə. Sonra gelirik birinciyə. Burada birinci maşının kuzasını rəngləməkdir. O ikinci diskdir. Buradan maşınımızın rəngi qoyuram nə rəng? Tünd göy. Belə bir nə. Efil. Sonra disklər. Disklərimi eləyəm belə boz fason bir şey. Bəlkə qara eləyim. Boz da qəşək. Olsun qara. Qara vahşi ziz olur. Sonra keçirik dördüncü işıq. Burada birincini seçirik. İşığı eləmək istəyirəm belə tünd sarı və 07 rəngdə. Bax belə bir şey. Bəlkə yaşıl edeyim. Yox, yaşıl bir xuyuna görünür. Çəhrayı da o düz. Belə məncə narıncı qəşəkdir belə. Tünd belə. Mıkı da yəni. Bir var mıkı, bir var mıkının mıksı. Sonra buradan bir dənə miqalka, nə miqalka şey də, stroboskop nəydi? Orada yanıb sənə işıqlar da, oxşamaya bir reylə qoşulur. O, efir. Bunun kayfımıza görə yenə seçirik. O, buz oldu. Beş taskidə yəni. Buradan işimiz qutardı məndə. Efirlə maşın yığmışıq da. İndi bura təzdən yazdıq GPS. Buradan siyasi seçirik. Deməli 13-cünü. Sonra burada 3-cünü seçirik. Bu da nədir? Pedok zat verməklə bir disk zat koydurmaq. Gedirik ola. Sən bilirsən məni fırladırsan, həm cəmaatı alladırsan. Son vaxtlar özünü mənə oxşadırsan. Ay dözərgin alma vaxtın olanda. Yenə siqnal veririk, girdik içəri. Burada birinci qaqavı sizə bir dənə pedok ayarı verir. Basırıq birinciyə. Burada option clearance yenə birinciyə. Bunu 100% edirik, belə artırıq. Alırıq bunu. Sonra burada atdelni clearance. Bunu gətiririk mıkı olsun deyə sizi neçə qoyuruq bilmirsiniz. Ne deyəcəm bilərsiniz. 86-ya. Efir. Sonra buradan çıxırıq. Giririk bu kalisiya. Burada Vulet Pedednik Koles birinci. Bunu 41 edirik. Sonra keçirik Vulet Zadni Kalius. Bunu 43 edirik. Qabaq 3-cüyə giririk. Şimdi biraz razval veririk də. Bunu 4 edirik. Şu. Podveska en axırıncıya basırıq. Burada gidrablika. Bunu seçirik. 218 minə. Basırıq, alırıq. Bahadan mı olsun da?
Belə, все. Yəni canavar hazırdır. İndi bunu yəni normal bir tabaq çəkməyə videosunu. Belə. İndi basırıq bura ən sağdakı o telefon şəklində. Burada podveska yazısı var ona. Burada gidravlikanı seçirik. Sonra faralardan söndürək qoşaq. Basırıq bu maşının şəklinə. Kilit olur. Kilit olandan sonra tuturuq bunu belə qaldırırıq yuxarı. Oldu nə? Mıkı. Biri var mıkı, biri var mıkının mıksı. İndi bunun bir dənə belə efir videosunu çəkək. Baxın balet edin daha. Hərdən axşam olanda sondan darıxdırıcı olurdu ondan bilə bilmirsən hansı tondan. Deməli xotum olmadı şey eləməkdə. Gündə 2 milyon metr qazanmaq olar orasını çəkməyə. Onu da inşallah sabah da yəqin çəkib paylaşaram. Nəysə də bugünlük bu qədər. Daha çox belə video istəyirsinizsə abunə olun, like-dan zaddan atın. Özünüzə yaxşı baxın. Davay, hələlik.